Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Şip-şirin kimi təqdim edilməkdən narahat deyiləm, pis deyil. Amma təqdimatda aparıcılar, təcrübəsiz aparıcılar bunu deyəndə xoş deyil. Xəbər verilir ki, bu sözləri müğənni Elçin Cəfərov iki başlı proqramında deyib. Sənətçi onu şip-şirin kimi təqdim edən aparıcılara irad bildirir. Sosial şəbəkədə yazılan sevgi etiraflarından danışan ifaçı, sevgi etirafları gəlir, ona fikir vermirəm. Yazanlar çox olur, onlara diqqət etmirəm. Kim nə mənada yazırsa özü bilər. Bəzən baxırsan özü yazır, salamlaşır, sağollaşır, axşam da gecə xeyri yatıram yazıb gedir, sözlərini əlavə edib. Proqramda yer alan müğənni İradə İbrahimova isə Elçindən mahnı almağın baha olduğunu deyib. Çox bahalıdır, dilə dişə düşəcək, amma həqiqətən bahadır.